Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna xoş gəlmisiniz. Mən Sevil Süleymanova, Selim Hanım. direktor köməkçisiyəm. Hozir biz qayerdamiz, Sevil Hanım? Hal-hazırda biz Biotexnologiya Laboratoriyasının kölgəliyindəyik. İstixana kompleksidir bura. Burada in vitro üsulu ilə əldə etdiyimiz bitkilər ən son mərhələsidir, adaptasiya mərhələsidir. Adaptasiya holatda. Buradan artıq bitkilər, bu bitkilər hamısı, gördüyünüz bitkilərin hamısı in vitro üsulu ilə, yəni mikroklonal çoxaltma üsulu ilə laboratoriyaya əldə etmişik. Həmin o bitkilər sahəyə getməmişdən öncə bu kölgəlikdə saxlanılır. Burada görürsünüz artıq tamamilə adaptasiya olmuş bitkilərdir. Bu VSL2-dir, CRISPR 5 də deyirlər buna. Gördüyünüz kimi tamamilə oduncaqlaşıb, inkişafı yerində, kökü yerində, lazım olan boyu da yığıb. Bu bitki artıq sahəyə tam adaptasiya olunmuş vəziyyətdədir. Bu vəziyyətdə biz fermerlərə təklif edirik. Onlar da tingliklərini əkirlər. Mana zo'r holatda chiqarib berarkan ko'chatchilarga bu yoq. Hozir tanasi qotib, adaptasiya bo'lib, mana tanasi o'tin holati kelib, Selim Hanım. Qorayib. Pishibdi mana. Garni holatda o'sha fermerlarga yana g'aybilarga o'zingiz ham ekdingiz. Endi bateriya qancha olganini o'zingiz bilasiz. Lekin yaxshi adaptasiya bo'lsa, bateriya kam bo'ladi. Tinki ekilgan, tinki. Bizim Azərbaycan şəraitində calaq altına əkim vaxtı may. Havaya baxır. Aprelin sonundan da ola bilər. Aprelin sonu may, iyunun ortasına kimidir. Və bu vəziyyətdə calağa çatırlar hardasa avqustun ortasından sentyabrın ortasına kimi calaq etmək olur. Sezonu bor ekan o'zi bu yoqda ekishda ham Ozarbayjonda, bizda lekin menimcha noyabrda eksa, pishgan, bak to'kilgan tanani sovuqqa chidamli bo'lar ekan. Xudo xolasa shartnoma qilyapmiz. Kuzga noyabr oyiga bagini yaproqlarni to'kkanda shartnoma qilyapmiz. Xudo xolasa olib ketamiz. Ustoz bog'bon kanalini kuzatib boring. Rahmat Selim Xonim.